qaynanadır. Pis qaynana deyil Nazilə. Yox bir. Dəvə kəsməklə deyil ki, bir dənə köməkçi alın da, qız yazıq həm ev işi görsün, həm uşağa baxsın. Hansı köməkçi havasından Ay danışsan? Nazilə xanım, mənim indi gəlin evimə də baxın, köməkçimə də İndi baxın. sən- Mən köməkçim bir dəqiqə şəxsən sən- uşağıma, Ay mən qız. verilişə gəlirəm, mənim uşağıma kimsə baxmaz. Sən əlini sevəndə özünə köməkçi axtarmırsansa, onun köynəyini yumağa köməkçi axtara bilməzsən. Yoxdur, əri köməkçi neyindir əri sevmək? Mənim sevgim ona bəsdir. Onda sənin onun köynəyini yumaq da borcundur. Köynəyini yuyuram da, paltarıya maşın yuyur, mən niyə yuyuram? Salam. Nə? Paltarıya maşın yuyur, mən niyə yuyuram? Yoxsa ütləmirsən mağan köynəklərin? Ütülüyürəm. Ay, Ütülüyür. çox havalardasan, sən. Biraz Niyə havalarda oluram ki? Niyə Belə havalarda deyil. oluram? Yoxsa normal danışın. Belə Elə deyil, deyil, sən düş nə aşağı. danışsan? Efirdəyik biz. Efir nə olsun efirdə? Onda normal danışın, normal danışın. Dəvə kəsməklə deyil, o nə Yəni deyirəm deməkdir? ki, dəvə kəsməklə Sən deyil, qadın bir köməkçi olduğunu ən azından kəsmədin. ona köməkçi lazımdır da. Sən qadın Siz olduğunu niyə evdə kəsmədin. oturub bütün günü öz işlərinizi özünüz görürsünüz? Vallahi deyir özüm görürəm deyir. Ay, yaxşı. Aa, Gəl Normal körpə uşağı olanda ən azından kömək lazımdır da. Ya qaynana kömək eləyir, ya ana kömək bir deyirəm də ara bir Mən gedirəm şəxsən deyir. heç biri olmayıb köməkçi